Hamiləliyə hazırlaşan xanımlar hansı vitamin və elementləri qəbul etməlidir? Hamiləlik planlaşdırmaq sadəcə testin pozitiv çıxmasını gözləmək deyil. Əslində sağlam hamiləliyin əsası hamiləlikdən ən az 3 ay əvvəl qoyulur. Məsələn, ilk növbədə danışaq fol turşusundan. Azərbaycanda bir çox qadın fol turşusunu hamilə olduğunu öyrəndikdən sonra içməyə başlayır. Amma fol turşusunu hamilə olduğunu öyrəndikdən sonra içməyə başlamaq çox gecdir. Çünki körpənin sinir borusu, yəni beyin və onurğa sistemi ilk 3-4 həftədə formalaşır. Bu vaxt isə qadın çox zaman hamilə olduğunu belə bilmir. Məhz buna görə fol turşusu hamiləlikdən 1-3 ay əvvəl içilməyə başlanılmalıdır ki, hamilə olduğunuzdan xəbər tutana kimi körpənizin sinir sistemi düzgün inkişaf etsin. Amma əlbəttə ki, təkcə fol turşusu kifayət deyil. Orqanizmin balanslı olması üçün digər vitamin və minerallar da vacibdir. Məsələn, bunlardan biri dəmirdir. Dəmir qan azlığının qarşısını alır, ana və körpənin oksigenlə təminatını yaxşılaşdırır. Əgər qadında dəmir çatışmamazlığı varsa, bu hamiləlikdə halsızlıq, uşaqda inkişaf geriliyinə səbəb ola bilər. Başqa bir vitamin isə D vitaminidir. Ana və körpənin sümük sağlamlığı üçün vacibdir. Qan analizinə əsasən həkim gündə lazımi dozanı təyin edir. Digər element isə kalsiumdur. Ana sümük toxumasını qoruyur və körpənin skeletinin formalaşmasında rol oynayır. Omega 3 yağ turşuları isə körpənin beyin və görmə inkişafını dəstəkləyir. Həkim məsləhəti ilə hamiləlik öncəsi omega 3 əlavəsi də qəbul edilə bilər. Unutmayın ki, vitaminləri ixtiyari şəkildə deyil, həkim məsləhəti ilə analiz nəticələrinə əsaslanaraq qəbul etmək lazımdır. Yəni, hamilə qalmazdan əvvəl orqanizminizi hazırlayın, fol turşusunu 3 ay əvvəldən içməyə başlayın və digər vacib vitaminləri həkimlə birlikdə planlaşdırın. Bu sizin və körpənizin sağlam gələcəyinə atılan ilk addımdır.